Dövlət Gömrük Komitəsinin 2025-ci ildə tətbiqinə başladığı rəqəmsal gömrük dəyəri layihəsi gömrük dəyərinin rəqəmsal həllər əsasında obyektiv şəkildə müəyyənləşdirilməsinə imkan yaradan yenilikdir. Məlumatların rəqəmsal həllərə əsaslanan avtomatlaşdırılmış sistemlər vasitəsilə analizi şəffaflığın təmin olunmasına, fiskal nəzarətin gücləndirilməsinə şərait yaradır. Gömrük dəyəri ölçülə bilən və obyektiv məlumatlar əsasında müəyyən edilir ki, bu da gömrük biznes münasibətlərində etimadın gücləndirilməsi, ədalətli mühitin formalaşdırılması, insan amilinin, subyektiv yanaşmaların minimuma endirilməsi deməkdir. Rəqəmsal mühitdə əməliyyatların asan və sürətli şəkildə reallaşdırılması, vaxta və vəsaitə qənaət etmək, biznes planın və proqnozların düzgün formalaşdırılması baxımından da xarici ticarət iştirakçılarına mühüm töhfə verir. Gömrük sisteminin rəqəmsal transformasiyası yalnız texnoloji inkişaf deyil, həm də ünsiyyətin, idarəetmə proseslərinin və ticarət tənzimləmə mexanizmlərinin yenilənməsi deməkdir.